Pis vərdişlər, içki, qumar, narkotik həyatımızı məhv edir. Amma yaxşı vərdişlər idman, kitab oxumaq, sağlam qidalanma kimi həyatımızı asanlaşdırır və bizə faydalı nəticələr gətirir. Amma onları da əldə etmək təəssüf ki, o qədər asan deyil. Bəs necə olur ki, bir davranış vərdişə çevrilir? Vərdişlər beynimizdəki kimyəvi maddələrə bağlıdır. Dopamin məmnuniyyət hissi verir və buna görə pis vərdişlər dərhal nəticə verdikləri üçün cazibədar olurlar. Amma yaxşı vərdişlər zamanla formalaşır və hər gün kiçik addımlarla güclənir. Sağlam qidalanmaq, yaxşı yuxu və s. Beynimiz mükafatlar axtarır və anında mükafatlanmaq istəyir. Buna görə də pis vərdişlərə meyillilik, amma uzun müddətli fayda gətirən vərdişlərə alışmaq üçün səbr və təkrarlama lazımdır. Psixoloqlar deyir ki, bir şeyi 21 gün ərzində edərək vərdişə çevirmək mümkündür. Bəs 21 gün sonra bir davranış vərdişə çevrilə bilər? Yoxlayaq, bunun doğrusunu test edək. Əgər şərhlərdə yoxla yazsanız, bu testi edib işə yarayıb yaramadığını sizinlə video olaraq paylaşacağam. Bundan əlavə mənim uşaqlıqdan çox qəribə, heç kimdə görmədiyim qeyri-adi bir vərdişim var. Bunu şərhlər bölməsində yazdım. Siz də girib altına öz qeyri-adi vərdişlərinizi yaza bilərsiniz. Sağ olun.